Salam əziz şagirdlər. Bugün sizlərə lisey və gimnaziyalara hazırlıq üçün təşkil olunmuş sınaq 1-in izahını verəcəm. Deməli, bu sınavda 2 hissəyə ayrılır: riyazi, məntiq və riyaziyyat. İlk 20 sual sırf riyaziyyata aiddir. Deməli, sual 1 belədir. Ədəd oxu verilib bizə və ədəd oxu üzərində 1, 2 və 3 hissəyə bölünüb. Deməli, bərabər xətlərlə bölünüb. Və bizdə deməli M, P, R və T deməli hərflərlə işarə olunub. Bizdən baxın bu cavabı soruşur. Əvvəlcə baxaq ki, deməli 1-ə, 2-yə və 3-ə qədər olan hissələr dediyi kimi bərabər xətlərə bölünüb. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 1-ə qədər 9 bərabər hissəyə bölünüb. 1 və 2-nin arasına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, hər biri öz aralarında deməli 0 ilə 1, 1 ilə 2, 2 ilə 3 hər biri 9 bərabər hissəyə bölünüb. Deməli, onda bir hissə bizdə olacaq 9-da 1. Bir hissə olacaq 9-da 1. İndi bizdə baxaq M nöqtəsinə. M nöqtəsi 1, 2, 3, 4, 5. Deməli, M 9-da 5 olacaq. İndi P nöqtəsinə baxaq. P ədəd oxunda göründüyü kimi 1-dən sonra gəlir. Deməli, P-də artıq 1 tam var. Artıq 1 tam var. 1 tam 9-da 9 bərabər hissəyə bölündü. Yəni 1 ilə 2-nin arası da 9 bərabər hissəyə böldüyünə görə 1 tam 9-da 1, 2, 3. 3 olacaq. R-ə baxaq. Yenə 1 tam 9-da 1, 2, 3, 4, 5, 6. 9-da 6 olacaq. T isə bizdə artıq 2-dən sonra gəlir. Ona görə 2 tam 9-da 1, 2, 3, 4, 5, 6, 7. 2 tam 9-da 7. Və belə ilə hesablayırıq. 9-da 5 üzərinə gəlmiş, 9-da 12, üzərinə gəlmiş 9-da 15, yəni düzgün olmayan kəsrə çeviririk, çıxılsın 9-da 25 və burada 9 ortaq məxrəc olur. Deməli hesablayırıq, 12 üstə gəl 5, üstə gəl 15, çıx 25, orada cavab olur 9-da 7. Növbəti sual. Deməli bizə verir 4x plus 9 böl 33 kəsri. Deyir, kəsrin düzgün kəsri olması üçün x-ni ala biləcəyi natural qiymətlərin cəmini tapın. X natural ədəddir. Yəni hər hansısa bir tam yox. Məsələn 5 tam 3-də 2, nə bilim. Bunlar biz adətən götürmürük. Çünki bizə deyir, x-ni ala biləcəyi natural qiymətləri, tam qiymətləri soruşur. Əvvəlcə baxaq ki, düzgün kəsr nədir? Düzgün kəsr odur ki, məxrəci sürətindən böyük olsun. Məsəl üçün, burada sizə yazmışam. Bu düzgün olmayan kəsirdir. Çünki məxrəc sürətdən kiçikdir. Amma məxrəc sürətdən böyük olanda bu düzgün kəsirdir. İndi düzgün kəsir olması üçün bizdə lazımdır ki 4x üstə gəlməsin 9 kiçik olsun 33-dən. Burada da baxırıq 4x üstə gəlmiş 4x kiçik olur. 33 çıx 9. 4x kiçikdir. Deməli 24. 24, x kiçikdir 6. Deməli 6-dan kiçik olan bütün natural ədədlər bu kəsiri düzgün kəsir olduğu şərtini ödəyir. Yəni 1, üzərinə gəl 2, 3, 4 və 5, 6 özü daxil deyil. Bunu da hesablayırıq 9, 10, 15. Belə. Çünki 6-nı yerinə qoyanda baxın eləyir 24, üzərinə gəlmiş 9, 33'də 33, o da düzgün kəsir hesab olunmur. Növbəti sual. A və B qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərdir. B çıxı A fərqini bizdən soruşur. Əvvəlcə baxaq 0,76-ya. Bunu çevirək kəsrə. Deməli A böl B bərabərdir %76. Və qarşılıqlı sadə ədədlər bilirik ki, yalnız bir ortaq böləni olur. Yalnız bir ortaq böləni olur. Yəni 1. İndi bunları ixtisar aparsaq 2-yə, bizdə olur 50-də, deməli 38. 2-yə ixtisar aparsaq 25-də 19. Görürsünüz, artıq ixtisar olunmur. Yəni 1-dən başqa bir ortaq bölən yoxdur. Deməli A və B burada qarşılıqlı deməli sadə ədədlərdir. Bizdə deməli B olur 25, A isə olur 19.
Və bizdə soruşur B çıx A fərqini. Yəni 25 çıx 9, bu da bizə olur 6. Növbəti sual. Ben qeyd edim ki, bu sınaq 7-ci siniflər üçün nəzərdə tutulub. Deməli 3A bərabərdir 4B şərti ödənərsə, əqab AB böl əqab AB-ni bizdən soruşur. 3A bərabərdir 4B. Buna bir K da deyə bilər. İndisini daha aydın başa düşməyiniz üçün əvvəlcə belə sadələşdirək. Deməli A bölünsün 4 bərabərdir B bölünsün 3. Bu şəkildə yazsaq, yenə 3A 4B idi, düzdürmü? İndi buna bir K deyək ki, hər şey daha aydın görünsün. Onda bizdə A olacaq 4K, B olacaq 3K. Getirib yerinə qoyaq. Deməli, əqab bizdə əqab deməli 4K 3K və əqab 4K 3K. Hər birindən K-nı deməli mötərizə xaricini çıxara bilirik. K əqab 4 3 daha doğrusu əqab K əqab 4 3. İndi bunu hesablayaq. Əqab bilirik ki, uşaqlar ən kiçik ortaq bölünəndir. 3 və 4-də ən kiçik ortaq bölünən 12-dir. Deməli K-ya da vuranda olacaq 12K. Əqab isə 4 və 3 qarşılıqlı sadə ədədlərdir. Əqabı 1-dir. Yəni K. Bizdən də soruşur ki, əqab AB böl əqab AB, yəni 12K bölünsün K, cavab olur 12. Deməli, növbəti sual. Bizdə məsələdir. Deyək ki, düzbucaqlının uzunluğu 24, eni isə uzunluğunun 3/2-si qədərdir. Əvvəlcə bir dənə düzbucaqlı çəkək. Təsvir edək ki, bizdən nəyi soruşur. Uzunluğu 24. Baxın, bu hissədə qeyd edirəm 24. Eni isə uzunluğunun 3/2-si qədər. Yəni 24-ün 3/2-sini tapırıq. 24-ü 3-ə bölürəm 8-i, 2-yə vururam 16. Deməli, eni bizdə nədir? 16-dır. Bura kimi aydındır. Növbəti hissə nə deyir? Deyir ki, perimetri, bu düzbucaqlının perimetrindən 20 metr çox olan kvadratın sahəsini tapın. Əvvəlcə bu düzbucaqlının perimetrini tapaq. P nəyə bərabərdir? P bərabərdir 2 vur 16, üzərinə gəlmiş 2 vur 24. Yəni 48, üzərinə gəl 32, bu da bizə verir 70, 80. Deməli, bu düzbucaqlının perimetri 80-dır. İndi deyir ki, bizə bir dənə də kvadrat verilib. Bu kvadratın isə perimetri düzbucaqlının perimetrindən 20 metr çoxdur. Yəni bunun perimetri bizə verir nə? 100. 80 üstə gəl 20. Bundan 20 metr çox. 100. Deməli, perimetri 100-də, onda tərəf nədir? Kvadratın bütün tərəfləri axı bir-birinə bərabərdir. Deməli, onda tərəf 100-ü bölürük 4-ə, yəni 25-dir. Kvadratın bütün tərəfləri 25-dir. İndi bizdən soruşur bu kvadratın sahəsi. Sahə də bilirik ki, bizdə A kvadratıdır. Yəni 25-in kvadratı olur 625. Çox maraqlı, rahat suallardır. Eyni zamanda da deməli, elə çətin deyil. Deməli, 6-cı sual çətin deyil demişdik ki, deməli, belə bir sual gəldi. Burada bizdə soruşur ki, hasilin 4-ə bölməsində alınan qalığı tapın. Əziz şagirdlər, belə baxanda suala, əgər siz götürüb bu böyük ədədləri bir-birinə vurub, ondan sonra 4-ə bölüb, onun 4-ə bölünməsindən alınan qalığı tapsaz, əlbəttə ki, bütün vaxtınızı bu misala sərf etməli olursunuz. Həm düzgün vaxt bölgüsü olmur, həm də bu sualda elə bəlkə də itirmiş olacaqsınız. Hardasa kiçik bir rəqəm səhvinə yol vermək bütün misalın səhv getməsi deməkdir. Ona görə də əvvəlcə belə bir misal görəndə 4-ə bölünmə əlamətini yadımıza salırıq. 4-ə bölünmə əlaməti nə idi? Son 2 rəqəminin təşkil etdiyi ədəd 4-ə bölünürsə, istəyir 1000 rəqəmini verir, istəyir 3 rəqəmini verir, istəyir 5 rəqəmini verir. Bizə bir ədəd veribsə və onun 4-ə bölünmədiyini soruşursa, son 2 rəqəminə baxırıq. İndi baxaq. Əvvəlcə birinci hissəyə baxaq. 91-i bölürəm 4-ə. 2 dəfə 4, 8,
11'in içində də 2 dəfə 4 8, 3 qalıq qaldı. Deməli birinci hissdən 4-ə bölməsində alınan qalıq 3-dür. İndi ikinci hissəyə baxıram. Yəni 14. 14-ü 4-ə bölürəm. 3 dəfə 12 qalır 2. İkinci hissənin isə bölünməsində alınan qalıq 2-dir. İndi bunları bir-birinə vursam 3 vur 2 eləyir 6. Əgər alınmış bu ədəd bizə verilən bax bu soruşulan ədəddən kiçik olacaqsa, tutaq ki burada alınsaydı 2 və yaxud da 3, biz onu cavab olaraq götürürük. Yox, ondan böyük bir ədəd alınırsa, onu bir də 4-ə bölürük. 6-nı bir də 4-ə bölürük, bir dəfə 2. Deməli bizdə alınan qalıq 2-dir. Bir daha qeyd edirəm. Yox, əgər burada 2, 3 və yaxud da 3.8, nə bilim 3.5 4-dən kiçik bir ədəd alınsaydı olduğu kimi götürürük. Yox, 4-dən böyüdüsə onu bir daha 4'ə bölürük. Cavab olur 2. 7-ci sual. 7-ci sual nədir bizdə? A ədədi B-nin 6'da 5 hissəsi. Nə deməkdir? Yəni A bərabərdir 6'da 5 B-yə. A B-nin 6'da 5 hissəsi. B ədədi isə C-nin deməli 5'də 3 hissəsidir. Yəni 5'də 3 C-dir. İndi bizə deyir ki, A C-nin hansı hissəsidir? Deyirsən uşaqlar, B-ni gətirib qoyuruq yerinə. Bu qədər sadə. A bərabərdir 6'da 5 vurulsun 5'də 3 C. 5'lər ixtisar gedir. C-də ixtisar gedir, qalır 2'də 1 C. Deməli yarısıdır da. A C-nin yarısıdır. 2'də 5 hissəsidir. Yarısıdır. 0,5 hissəsidir və yaxud da. Sual 8. Bu da rahat sualdır. Düz bucaq şua ilə 2-3 nisbətində bölünüb. Düz bucaq bilir ki 90 dərəcədir. Baxın, düz bucaq 90 dərəcədir. Və bu şəkildə işarə olunur bucağı. Deməli 2-3 nisbətində bölünübsə, yəni 2K üstə gəlir 3K bərabərdir 90 dərəcə. Yəni 5K bərabərdir 90 dərəcə. K bərabərdir 18 dərəcə. Bizdən soruşur kiçik bucaq, aydındır ki 2K'dır, yəni 36 dərəcə. Böyük bucağı soruşsaydı 3K, yəni 54 dərəcə olacaqdı. Sual deməli 9. Ədədi ortası 18 olan 5 ədədin, deməli 5 dənə müxtəlif ədəddir. Bunların ədədi ortası 18'dir. Tutaq ki bu ədədlər olsun nə? A, B, C, D və Y. 5 fərqli ədəddir. Ədədi ortası nə deməkdir? Cəmini sayına bölürük. 5'ə yəni. 18'dir. İndi baxaq. Demək A, B, C, D, Y cəmi nəyə bərabərdir? 18 5'ə vururuq 90'a. İndi ikinci hissəyə baxaq. İlk üçünün ədədi ortası isə deyir 16'dır. İlk üçü hansıdır? A, B, C. Yəni ilk üçünün böləndə 3'ə ədədi ortası 16'dır. Yəni A, B, C cəmi nə oldu bizdə? 48. İndi bizə deyir ki, digər 2 ədədin ədədi ortası neçə olar? A, B, C cəmini gətirib burada yerinə yazırıq. Yəni olur 48, üzərinə gəlinmiş D üstə gəlir Y bərabərdir 90. D üstə Y bərabər olur 90'dan 48'i çıxırıq 42. Digər 2 ədədin ədədi ortasısa, yəni D üstə Y-ni 2'yə bölürük də. Yəni cavab olur 21. Maraqlı sualdır. Maraqlı sualdır. Gəlir sual 10. 16'da 9 kəsirinin hansı hissəsi 8'də 3'dür? Bilirik ki biz bayaq qeyd etdiyimiz misaldakı kimi, baxın. Buradakı kimi, yəni hissə göstərən ədəd olduqda sadəcə vurmadan istifadə olunur. Yəni 6'da 5 hissəsi, 5'də 3 hissəsi sadəcə vururuq. Bizə də soruşur ki, hansı hissəsi? Yəni məlum deyil. Yəni 16'da 9'u vururuq bir x hissəyə. Məlum deyil hansı hissəsi. Bizdə 8'də 3'dür. Bunu çarpaz da edə bilərik. Hər tərəfi 16'ya da vura bilərik. 16'ya vuranda olur 9x bərabərdir 6'ya. X də bərabər olur 9'da 6'ya. Cavab da olur 3'də 2. 6'nı harda aldım desəz, 16'ya vuranda, burada baxın, 16'ya vuranda ixtisar gedir, qalır 2, 2'də 3'ə eləyir 6. Sual 11. 4 rəqəmli, baxın bu biraz
orta çətinlikdə bir sualdır. 4 rəqəmli 31KL ədədi 5-ə tam bölünür. Bu ədəd 4-ə də tam bölündüyünə görə K-nın yerinə yazıla biləcək rəqəmlərin cəmini tapın. Yəni cəmi neçə olar? Əvvəlcə baxaq, biraz sualı araşdıraq. KL belə bir 4 rəqəmli ədəddir. Ədəd 5-ə tam bölünürsə, uşaqlar, demək bunun sonu ya 0-dır ya 5-dir. Yəni L ya 0-dır ya da 5-dir. Başqa variant yoxdur. Çünki sonu 0 və 5 ilə bitməyən heç bir ədəd 5-ə tam bölünmür. İndi ikinci hissəyə baxaq, 4-ə də bölünür. 4-ə bölünürsə sonu 5 ola bilməz heç vaxt. Yəni sonu 5 olan heç bir ədəd 4-ə bölünmür. Deməli L bizdə mütləq nədir? 0-a bərabər. Deməli birinci hissəni tapdıq. Deməli ədədimiz belədir. 31K0. İndi K-ya baxaq. 4-ə bölünməsi üçün də demişdik ki, son 2 rəqəminin təşkil etdiyi ədəd 4-ə bölünməlidir. İndi K-ya qiymətlər verək. 1 verəndə 4-ə bölünürmü? Xeyr, bölünmür. 2 verəndə bölünür 20. 3 verəndə bölünmür. 4 verəndə bölünür 40. 5 verəndə bölünmür. 6 verəndə bölünür. 7 verəndə 4-ə bölünmür. 8 verəndə bölünür. 8 verəndə 4-ə bölünür. 9 da verəndə yenə bölünmür. Deməli, rəqəmlərin cəmini soruşur bizdən. Demək 2, 4 və 6. 2 və 4 və 6. Aydın oldu da sizə. Deməli, sonu mütləq 0-dır. İndi K-nın yerinə qiymətlər qoyuruq. 1, 10 4-ə bölünmür. 20 bölünür. 30 4-ə bölünmür. 40 bölünür. 50 bölünmür. 60 bölünür. 7 bölünmür. 80 bölünür. Bunu unutduq. 8'i unutduq. 8. Demək cavab olur 20. Axı 84'ə bölünür tam. Cavab olur 20. Deməli 2, 4, 6 və 8'i toplayırıq. 20. 12. Deməli bir ədədlə həmin ədədin 7-də 1-nin cəmi 96'dır. 7-də 1-in, yəni 7-də 1 hissəsi dediyimiz kimi yenə hasildən istifadə olunacaq. Tutaq ki, həmin ədəd bir A-dır. A ədədi və onun 7-də 1 hissəsi, yəni 7-də 1 A bizə 96'dır. Hər tərəfi 7-yə vursaq, 7A üzərinə gəlmiş. A bərabərdir 96 vur 7. 8A bərabərdir 96 vur 7. A bərabərdir 96 vur 7 böl 8. 96 ilə 8 ixtisar gedir. Demək bir dəfə 12 vur 7. Bu da eləyir 84. Və deyir həmin ədədin rəqəmlər cəmini tapın. Rəqəmlər cəmi də 8 üzərinə gəl 4, yəni 12. Cevap 12. Sual 13. Sual 13. Deməli 2 tam 4'də 1 üzərinə gəl 6'da 1 böyükdür A böl 3. Bu şərtin ödənməsi üçün A-nın yerinə yazıla biləcək natural ədədlərin cəmini tapın. Deməli belə bir sadə bərabərçidir. Əvvəlcə bu tərəfə hesablayaq görək bizə nə verir. Deməli 4'də düzgün olmayan kəsrə çevirsək 9, üzərinə gəl 6'da 1. Bunu ortaq məxrəcə gətiririk 12. 12'ni 4'ə bölürəm, eləyir 3. Yəni 27, üstə gəl 12'ni 6'ya bölürəm 2. Yəni 12'də 29. Deməli birinci tərəf 12'də 29'dur. Yəni 12'də 29 böyükdür. Gəlin bu hissəni də A-nı bilmirik də. A-nı bilmədiyimizə görə məxrəcini bərabərləşdirək. 12'yə bərabərləşdirmək üçün sürət məxrəci 4'ə vuruq. Yəni 12'də 4A. Məxrəcdə bərabərdirsə demək sürətlər də bərabərdir. Yəni 29 böyükdür 4A-dan və yaxud da 4A kiçikdir 29'dan. Deməli A kiçikdir 29 böl 4'dən. Bu da təqribən deməli 7 tam neçəsə eləyir. Çünki 4 dəfə 7 bizə 28'dir. 7 tam neçəsə. Düzdür. İndi bizə deyir ki, A-nın yerinə yazıla biləcək natural ədədlərin cəmini tapın. Deməli A olacaq, deməli onda 1, 2, 3, 4'ə vuranda 29 böl 4, 7 dəfə 28 eləyir. 1, 2, 3, 4, 5, 6 və 7. Niyə 7? Çünki 7 tam neçədir? 7 özü də götürüləcək.
Bunun cəmini tapırıq. 3, 3, 6, 10, 15, 21, üzerine gəlmiş 7, 28. 28. Sual 14. Deyir ki, 3a kubu üstəgəl 2-nin kvadratı tək ədəddirsə, aşağıdakilərdən hansı təkdir? Əvvəlcə yadımıza saxlayaq ki, cüt ədədin kvadratı cüt, tək ədədin kvadratı təkdir. Məsəl üçün 3 tək ədəddir, kvadratı 9, yenə təkdir. 4 cüt ədəddir, kvadratı 16, yenə cütdür. Deməli, əgər bu kvadrat tək ədəddirsə, deməli bu ədəd özü də təkdir. Yəni 3a kub üstəgəl 2 tək ədəddir. İndi a'ya qiymətlər verək, görək hansı a'nın hansı qiymətlərinə bu ədəd tək olur. 1 verəndə elə bizdə olur tək. Yəni a1 olanda bu şərt ödənir. Olur 3 üstəgəl 2 5. İndi a'nın qiymətlərini yerinə qoyub hesablasaq, 3 üstəgəl 1 olur cüt. 5 üstəgəl 1 olur cüt. 2a kvadrat üstəgəl 3 olur tək. 3a üstəgəl 1 də olur cüt. Deməli, tək ədədin kvadratı da elə təkdir. Cüt ədədin kvadratı da elə cüt ədəddir. Sual 15. Sual 15. Uşaqlar, deməli, A və B-nin qiymətlərini verib. Burada sadəcə hesabdır. Sadəcə gətirib yerinə qoyuruq. İndi mən uzun uzadı üçün hesablamayacağım. A-nın qiymətini və B-nin qiymətini. Bunun başqa variantı yoxdur. Əvvəlcə mötərizənin içərisini hesablayırıq. Vururuq 16-ya. Olduğu kimi qalır. Daha sonra bu hissəni də bölürük 128-ə, ikisini toplayırıq. Ya istəsiz yazım sizin üçün. Baxın. Deməli 2864-dən çıxıram 1486-nı. Yəni birinci mötərizənin içini hesablayıram. 14-dən 6 çıxıram 8, 15-dən 8 çıxıram 7. Deməli 7-dən 4 çıxıram 3 və 1. Sonra bunu vuracaq 16-ya. Bunu vuracaq 16-ya. Ayrıca qalacaq. Və burada 24576-nı böləcəm 128-ə. Bunu da hesablayıb ikisinin cəmini tapacağım. Sadəcə hesabdır. Növbəti sual 16. Deyir ki, 210 ədədinin neçə sadə böləni var? Neçə sadə böləni var? Deməli, 210-u sadə vuruqlara da ayıra bilərik. Yəni, başlayıb, bax, belə deyim də sizə 210-u başlayıb, böl 2 və s. Amma həmişə yadınızda qalsın ki, sadə vuruqlara ayıranda, əgər həmin ədəd sonu sıfırla bitirsə, yəni görürsünüz ki, burada ona vurma var, bunu belə bu şəkildə bölməyə ehtiyac yoxdur. Yəni, onu avtomatik 2 vur 5 şəklində yazmaq olar. Yəni, 210 ədədi nə deməkdir? 21 vur 10 deməkdir. Onda 2 vur 5 deməkdir. Yəni, bunu bir-bir bölməyə ehtiyac yoxdur. 2 vur 5, 21 də 3 vur 7-dir. 3 vur 7 vur 2 vur 5. Hər biri sadə böləndir. Deməli, 4 dənə sadə böləni var. Aha, sual 17. Hesablayın. Sadə bir hesabdır. Sadəcə bəzi kəsrlərin məxrəci 16, bəzilərinin isə 12-dir. Gəlin 12 olanları 1, 16 olanları isə 1 hesablayaq. Əvvəlcə baxaq 16 olana. 4 üstəgəl 6, 10 tam. 16-da 16. Bu da bizə verir 11-i. Çünki 16-da 16 eləyir 1 və tamın üzərinə gəlir, olur 11. İndi bu hissəyə baxaq 12 olanlara. 11 tam 12'də 12, bu da bizə verir 12. Deməli 11 üstəgəl 12 cavab 23. Çox sadə. Çox sadə. Sual 18. Sual 18. Belə bir hesabdır. Onluq kəsirlərlə verilib. Deməli onluq kəsirdən azad olmaq üçün vergülün sağındakı ədədlər qədər sürət məxrəci 100'ə, 1000'ə və yaxud da 10'a, 10.000'ə vurub bölürük, sadələşdiririk. Deməli, birinci hissədə görünür ki, 100'ə vurulacaq. 100'ə vurulanda olur 13'də 910. Çıx, burada 1000'ə vururuq ikinci hissədə. Olur 27'də 810. Çıx, bunu 10.000'ə vururuq. 15'də 450. Böl 0,02. Deməli 91'i 13'ə böləndə bizdə 7 dəfə düşəcək. 70 minus 81'i 27'ye böləndə 3 dəfə düşəcək. 30. 450'ni 15'ə böləndə yenə 30 verir bizə. Böl 0,02.
70'dən 30'u çıxırıq 40, 40'dan 30 çıxırıq 10. 10 bölü 0, 0, 2. İndi düzgün olmayan kəsrə çevirək. Olacaq 10 vurulsun 2-də 100. Burada da deməli mini bölürəm 2-yə cavab olur 500. Cavab olur 500. Qaldı bizdə 2 sual. 19 və 20. Aha. Sual 19. Aşağıdakı ədədlər cüsündən neçəsi qarşılıqlı sadədir? Qarşılıqlı sadə yalnız bir böləni olan, bir ortaq böləni olan. 1 ilə 10, baxın elə birincisini götürəcək. 1 ilə istənilən ədəd qarşılıqlı sadədir. 1 ilə 1000 olsun, 1 ilə 100 olsun, 1 ilə 5 olsun, fərq etməz. 1 və yanında istənilən bir ədəd cüzdür, həmişə qarşılıqlı sadədir. Çünki başqa ortaq böləni yoxdur. İndi baxırıq 77 və 88-in 11 ortaq böləni var. Rəqəm olaraq 11'ə bölünür hər ikisi. Demək bu deyil. Daha sonra 98 ilə 105'ə baxırıq. Deməli 105 5'ə bölünür. Bizdə qalır 2 dəfə. Baxın 105'i bölək. 5'ə 2 dəfə 10. 21. 21 deməli 3'ə 7'yə bölünür. 98 də eyni zamanda deməli neçəyə bölünür? 98 baxaq. 7'yə bölünürmü 98? 2'yə bölünür. 2'yə bölünür. Deməli 2'yə böləndə 98 neçə olur? 4 dəfə 8 49. 49 da 7'yə bölünəcək. Deməli bunların böldüyü ortaq 7 var. 7 var. Bu da deyil. Bu da deyil. 8 və 15. 8 deməli 2'yə, 4'ə, 15 isə 3'ə və 5'ə. Ortaq bölən yoxdur. 16 və 25'də yenə də ortaq bölən yoxdur məncə. 16 bölünür 2'yə, 8'ə, 4'ə, 25 isə 5'ə bölünür. Ortaq bölən yoxdur. Sual 20. Bildizə necə oldu? Bax burada 7 ortaq bölən var. İkisində də. Burada da 11 var. Ona görə bunları götürmürük. 20. 8'də 5 və 3'də 2 ədədlərinin arasında yerləşən ədədi göstərin. Əvvəlcə baxaq ki, 8'də 5 və 3'də 2 hər birinin məxrəcə sürətdə fərqlidir və cavablarda, deməli, variantda verilən cavablar da fərqlidir. Deməli, nə etmək lazımdır? Məxrəcləri mütləq bərabərləşdirmək lazımdır. 8 və 3'ə ortaq 24. Hər birini 24'ə gətirə bilərik. 24'ə gətirmək üçün 24'ə gətirmək üçün nə edirik? Deməli, bunun sürət məxrəcini 3'ə vururuq. Olur 24'də 15. Bunu da 24'ə gətirmək üçün sürət məxrəcini 8'ə vururuq. 24'də 16. 24'də 16. Görürsünüz, yenə konkret bir cavab ala bilmirik. Hasilləri böyüdürük, 3'ə vururuq. Hasilləri böyüdüb 3'ə vururuq. Daha doğrusu 2'yə vururuq. 48. 48'də deməli 2'yə vuranda 30. Burada isə 48'də 32. Deməli ortada 48'də 31 var əslində. 48'də 31 var. Amma variantlarda o cavab yoxdur. Variantda o cavab yoxdur. Deməli ona görə nə edirik? 3'ə vururuq. 3'ə vuranda 72'də deməli 45. 3'ə vuranda 72'də 48. Deməli 72'də 46. 72'də 47 var. 2 ixtisar aparsa 36'da 20 deməli 3. Deməli 36'da 23. Yenə baxırıq ki, cavablarda bu yoxdur. Deməli 4'ə vururuq. 4'ə vuranda nə edir? 24'ü 4'ə vuranda 96. 96'da 60. 96'da 4'ə vuranda nə edir? 64. Deməli 96'da 61. 96'da 62. 96'da 63. 3'ə ixtisar aparsaq, burada qalacaq nə? 3'ə böləndə 21, 3'ə böləndə 32 və 32'də 21.
Baxın uşaqlar, əvvəlcə bərabərləşdirdik 24-də. Görürük ki, belə bir cavab yoxdur. Sonra 2, 3, 4 misillərindən baxırıq. 2 mislinə baxdıq, yenə cavab çıxmadı. 3 mislinə baxdıq, yenə cavab çıxmadı. Nəhayət 4 mislində ixtisar aparanda 32-də 21 bunlar arasında yerləşir.